Hepinize salam. Bugün bacımla birlikte Çindən aldığım atıştırmalıqların dadına baxacağıq. Gəlin başlayaq. Düzü mən Çinə səyahət eləməmişdim, amma Koreyada qaydanda Çin aeroportundan qaydırdıq və orada gördüklərimdən alıb bir yerdə dadına baxmaq istədim. Gəlin birinci lime'lı Lay'sdan başlayaq. Deyəsən bu lime'lı Lay's Azərbaycanda da var, dəqiq bilmirəm, amma mənim gözümə fərqli dəydi. Açıq mən dadına baxmamışam deyə aldım. Nasıl? Limon dadı toksun. İçində bir göyərti dadı alıram. Üstündən də görünür, amma yoxdur əslində üstündə. Böyle tam turş tadı vermir, limonlu dadı verməsi üçün tam turş tadı vermir, şirin təhər bir dadı verir. Neçə verərsən buna? 10 üzərindən. 10 üzərindən, nə bilim o biri cipslərin dadına baxmışım biri olaraq. Buna nə 5 verərəm. 5? Mən bəyəndim. Mən biraz ağız dadım fərqli deyəsən. Mən 9 verərəm buna bu arada. Kişnişli cips yediyimi xatırlayıram, onun dadını çox sevirdim. Bu da üstündə sanki onun limon salmış versiyası da daha da bəyəndim. Sırada xiyarlı cips var. Məncə bu 100% burada yoxdur. Görmüsən? Premium marketdə olur, amma görməmişəm. Qəşəng iyi gəlmədi mənə. Nə dad verir? Biz adətən evdə cips yeyəndə, yəni qatıqla yeyirik. Biraz onun tadını verir. Evdə qatıqla yeyirsən cipsini. Mən bunu çox bəyənmədim. Bilirsiniz nə dadı verir? Xiyar qızaranda suyunu itirir, qəlbə bir dad alır ya. Onun dadını verir. Heç sevmədim. Sən buna neçə verərsən? 10-dan. 800 bəyəndim. 8? Mən 3 verəcəm. Bu Biz çox dadlıdır. əşli bacı olduğumuzu bilinir. Sonuncu cipsimiz xardallı və avokadolu cipsdir. Bu formadaydı. Gərək hamısını bu formada alardım. Biraz daha bahaydı, amma almaq olardı. Fərqlidir. Aha. Bu şəkildə çıxır içindən. Nə maraqlı. Baxaq dadına. Avokadonu xoşlayıram, amma cipsdə avokado nə dad verər bilmirəm. Buna 100 verirəm. Nə? Haa. Bu bilirsən nə dadı verir? Yanmış şəkər tozu. Çox dadlıdır əksinə. Hansınıza inanacaqsınız? Mən heç bəyənmədim. Nəysə dostlar, bunu bacım yəni 100 verdi ondan. Mən isə 1 verirəm. Hətta 0 belə verə bilərəm. Heç bəyənmədim. Acı falan deyil. Sadəcə yanmış şəkər tozu dadı verir mənə. Son olaraq bu var. Deməli mən bunu Koreyadan qayıtmazdan bir gün əvvəl TikToker bir dənə Çində yaşayan tələbənin videosundan görmüşdüm. Çox tərifləyirdi bunu. Görək nə dad verir. Yapışqanın ortasında nəsə var. Baxın belə pendir dolğulu peçenyelərdir. İçi oxşuyur. Pis deyil, amma dadlı da deyil. Yəni istəyəcəyim bir dad deyil. Dərs aralarında, iş fasilələrində falan südlə, kofe ilə ya da çayla. Məncə elə olsa dadlı olar. Belə yoxsa çox qurudur. Amma pis deyil, qəşəngdir. Pendiri şirin imiş bu arada, indi hiss elədim. Neçə verirsən? Heç vaxt axtaracağım bir dad deyil də, yəni bu. Amma mən Dörd bunu dad çayla içərəm. 4-5 verirəm mən də. Çayla fasilələrdə içərəm. Videomuz bura qədər idi. Ümid edirəm bəyənmisiniz. Sağ olun.